Snickers mürəbbəsinin bu qədər asan hazırlandığını bilsəydim, heç vaxt başqa yerlərdən baha qiymətə almazdım. Evdə özünüzün asanlıqla hazırlaya biləcəyiniz ən dadlı Snickers mürəbbəsinin reseptini sizin üçün tapmışam. İlk öncə şəkər tozunu tavaya töküb əriməyini gözləyirəm. Artıq əriməyə başladıqda tələsmədən ehmalca qarışdırıram. Şəkər tozu tam ərdikdən sonra isitdiyim südü yavaş-yavaş bura əlavə edirəm. Buna diqqət edin, əks halda əriyən şəkər tozu bərkiyə bilər. Süd tam qarışdıqdan sonra biraz qatlaşma gözləyirəm. Videoda qeydə almağı unutsam da, ocağın üzərinə götürməmiş 60 qram südlü şokolad əlavə edirəm. Daha sonra bu qarışımı əl blenderindən keçirirəm. Üzərinə də blenderdə xırdaladığım yer fıstıqlarını əlavə edib yaxşıca qarışdırıram. Soyuducuda 1-2 saatlıq qatlaşıb soyuyana qədər gözləyirəm. Dadı bir sözlə möhtəşəm olur. Çayın yanında əla gedir. Sizin də sınamağınızı tövsiyə edirəm. Resepti sevdinsə videonu yaddaşa verib yorum yazıb bəyənməyi və məni izləməyi unutmayın. Hələlik.